Salam uşaqlar. Çoxdandır sizinlə video eləmirəm. Ancaq bu günləri şagirdim sınağa gedib və görürəm ki, YouTube-da onun izahı yoxdur. Burada indi biz tapdıq cavabları. İstəyirəm sizinlə də bölüşüm bunu. Deməli 45-ci sualda nədir? Укажите антоним слова светлый. Şükür Allaha ki, şagirdim düz yazıb. Svetli işıqlı, əlbəttə ki, antonimi темный-dir. Sonra ikincidə, какое слово состоит только из непарных звонких согласных? Şagirdim, непарный, yəni ki, deməli necə idi uşaqlar? Onun kar qarşığı olmayan və yaxud da ki, cingiltili qarşığı olmayan samitləri tapmaq idi. Şagirdim burada laminari sözünün yanında plus qoyub, sonra isə starik sözünü götürüb. Bizdə bildiyimiz kimi непарные звонкие согласные, yəni cütü olmayan cingiltili samitlərimiz hansılardır? Elemenlər, Azərbaycan dilində olduğu kimi və bir dənə də y samitinin rus dilində əlavə olunur. Bu da belə D variantıdır, düzgün variant. 47-ci sualda в каком сочетании выделенное слово употреблено в переносном значении? Burada isə çox asan bir sualdır. Yəni məcazi mənanı tapmaq. O da çox düz tapıb. Железный xarakter, yəni dəmir xarakter olmur, xasiyyət olmur. Düz götürüb. A variantı da düzgün variant. 48-ci sualda укажите слово, которым мягкий знак выполняет разделительную функцию. Buradakı deməli ayrıcı funksiyanı yenə də düz götürüb. D variantıdır, piyesa. Bilirik ki, məhki znakın 3 dənə funksiyası var. Smягчающая, yəni incəldici, разделяющая, bir də deməli qrammatik funksiya. Burada gördüyümüz gibi roj, loj, burada qrammatik funksiyadır. Pet, sonra yakır sözündə incəldici funksiyadır. Smягчающая funksiya. Piyesa sözündə isə здесь разделительная funksiya. 49-da uşaqlar сколько звуков в слове ящерица? Ящерица sözündə biz bilirik ki, y, yu, ya. Bu dərsi keçmişdim sizə. Sözün əvvəlində 2 səs verir. Saitdən sonra 2 səs verir. Bir də məhki znakla tverdi znakdan sonra 2 səs verir. Və bunu da şagirdim düz götürüb. Burada deməli 2 səs verdiyinə görə 2, 3, 4, 5, 6, 7, 8 dənə D variantı düzdür. 50-ci sualda bu da çox asan sualdır. Какие буквы могут обозначать два звука? Bildiyimiz kimi Y, yo, yu, ya 2 səs verir. Bu variantı da düz götürüb. Укажите неверное, düzgün olmayanı. Bəli, орел qartaldır, птица düzdür, medved животное, ayı heyvandır, düz götürülüb. Sasna ağacdır, düz götürülüb. Kəpəz ozera, özü də qəşəng dedi ki, Kəpəz axı dağdır, göl deyil. Bəli, düz götürüb. Moskva da stolitsa, paytaxtdır. 52-ci sualda в каком слове следует написать tverdi znak? Bəli, burada biraz səhv eləyib uşaq. Deməli, atyehat sözünü götürməkdən attuda sözünü götürüb. Tverdi znak əlbəttə ki, atyehat sözündə olmalıydı. 53-cü sualımızda sinonim slova интересный. Bəli, interesный sözünün sinonimi увлекательныйdir. Sağ olsun, düz tapıb. Əyləncəli, maraqlı. Daha doğrusu ikisi maraqlıdır. В каком слове нет шипящих? Şipəşiklər də bilirsiniz də uşaqlar. Deməli, ş, şa, ç, bu hərflərimiz j, şipəşidir. Və pagoda sözünü götürüb, çox düz götürüb ki, burada şipəşi hərfimiz yoxdur. 55-ci sualda в каком из слов звуков меньше, чем букв? Səs azdır. Özü də qəşəng izah elədi ki, mənim pozdni sözündə d düşür, ona görə burada səs azdır, hərf çoxdur. 56-cı sualda в разделе фонетика
Bu onun çox bir kobud səhvidir. Ona bağışlamıram. Çünkü fonetika bildiğimiz gibi звуки речи изучаются в фонетике, o ise götürüp части речи. Части речи deyir morfologiyadır. Sonra da deyir ki bunu götürüp. Ne bileyim indi belə bir səhv eləyib. В каком слове ударение двойное? Burada da deyir ki uşaqlar deməli udarение nədir? Vurğu ikilidir. Deməli mənim şagirdim прямой sözünü götürüb, прямой sözün deyil, bu C variantıdır. Темноволосый. Yo hərfi həmişə vurğulu olur. Темноволосый. Волосый. Həm yo'ya düşür, həm də o'ya düşür. 58-ci sualda смеяться, bunu da səhv götürüb. Смеяться заразительным смехом olmalıydı. Скрытым, большим, заразным. Первым olmaz. Смеяться заразительным смехом. И 59-cu sualda каким словом можно обозначить участника? Участника sözünü keçmişdik. Участник iştirakçıdır. Niyə düz yazmayıb? Onu da mən başa düşmədim. Döyüşlərdə iştirakçı əlbəttə ki veterandır. C variantı. 60-cı sualda в каком слове я обозначает один звук və ya harda bir səs verir? Əlbəttə ki məc sözündə bunu düz yazıb. Bu qədər uşaqlar. Sağ olun.